Siz də kommentlərdə deyirsiniz ki, bıçaqların nəyinə edibsən. O görürsən, deyir, cavanı edən yumruq yeyər, qoca edən quyruq yeyər. Mənim nənəmin sözü idi. Sən hardan qoca oldun? Sən də özü onlar deyir, sən də kliçka. 35 yaşında qoca oldun. Yoxsa kommentlərdə yazırlar ki, Ofeliya xala, sən bu qocanın nəyinə edibsən? Mənim özümə xala deyirlər, 23 yaşım var. Boş ver aşkım. Mənim yaşım neçə ki? Mənim içimdəki 36 yaşdır, üstümdəki 36 yaşdır, içimdəki 65 yaşdır. Tərsinə olar. Yox, bəyəm. Sən səhv elədin. İçimdəki 18 yaşdır, çölümdəki 36 yaşdır. Hə, bu indi düz oldu. Hələ səndən yaşlı az olmuş. Sağ ol həyat. Həqiqətən elə səni. Mən bəzən sənin enerjivə çata bilmirəm. Həqiqətən çata bilmirəm. Deyir, getdik gəzməyə, getdik filan yerə, getdik filan yerə. Enerji var ki, püskürdü var ha. O bir dənə aparıcının sözü var. Deyir, bunun 18 yaşı var, onun 30 neçə yaşı var. Əlbəttə 18 yaşındakı gəzmək istəyəcək, atlanmaq istəyəcək, düşmək istəyəcək. Yaş uyumsuzluğu. Bizdə tərsinədir. Bu gəzmək istəyir, atlanıb düşmək istəyir. Mən qoca arvad kimi evdən çıxmaq istəmirəm. Atlanıb düşən, gəzmək, dağa dırmaşım, oraya edim, buraya edim, oradan düşüb, buradan gəlim. Yəni mən əzəldən evdə oturmağı xoşlamamışam. Uşaq vaxtında əlimdə bir dənə qapaq, vedrə qapaq. Özdə işverən kimi gəlir uşaqların yanında deyir ki, gedək gəzməyə, indi hünərin var, yox dinən. Uşaqların gözündə olacaqsan, bu olacaq Selena, mən olacam Hades. Sənə söz nifrət, hamı çönür belə baxır ki, görsün ama sən yox deyirsən, yox deyirsən. Allah'ın dostu, xüsusilə Əsnad. Gəlib, Şəhriyar gəlib soruşmur, sizi gəzməyə aparım. Əsnad belə çönür o dəqiqə belə. Hə, hünərim var, yox dinən. Baxışları ilə ha, hünərim var, yox dinən. Gör necə sifətimi tökürəm. Onda da mən sənin ürəyi haqqında ürəyimdə xoş sözlər deyə deyirəm, hə, gedə.